Hə, oduncağın hissələrə kəsilmə prosesidir. Bəs mişarlama necə əməliyyatdır? Mişarlama ən vacib və məsuliyyətli əməliyyatdır. Aha. Biz mişarlamanı düzgün yerinə yetirməklə nəyə qənaət etmiş oluruq? Düzgün yerinə yetirməklə vaxta, Materiala, oduncağa yəni qənaət edirik. materiala, oduncağa qənaət edirik. Bəs biz nəyə görə mişarlamanı düzgün yerinə yetirməliyik? Ümumilikdə necə deyirik? Necə müəllim? Mişarlamanı nəyə görə düzgün yerinə yetirməliyik? Nəyə görə deyirik ki, ən vacib məsuliyyətli əməliyyatdır? Nişanlama xətti üzərinə düşür, odur dediniz, yoxsa? O mişarlama qutusudur. Biz mişarlamanı düzgün yerinə yetirməklə bayaq da dediyi vaxta oduncağa qənaət edirik, vaxta qənaət edirik. Sonra emal payını yaxşılaşdırır, sonra keyfiyyəti yaxşılaşdırır, təmizləmə, rəndələmə üçün nə idi emal payını? Yəni ki, biz mişarlamadan sonra nə edirik? Təmizləmə edirik, rəndələmə edirik. Təmizləmə edirik. Yəni biri var ki, məsələn, biz 2 metrlik bizə taxta lazımdır, biz 2 yarım kəsək də. O yarımın biz nə qədər yonmağa nə qədər vaxtımız gedəcək də onun həmin hissəsinə. Amma biz nişanlama xətti boyunca düzgün mişarlama etsək, bizim vaxtımıza qənaət etmiş olur, oduncağa qənaət etmiş oluruq. Bəli. Daha sonra, bəs mişarın hansı növləri var idi? Bıçqılar, yaylı mişarlar, diskli elektrik mişarlar. Aha, xarras mişarın hissələri? Zolaq, dişlər, dəstək. Dəstək idi, bəli. Yaxşı, bəs biz oduncağın təmizlənməsi üçün nələrdən istifadə edirik? Törpüdən, yeyədən, suvantdan, sumbata kağızından. Sumbata kağızından. Təmizləyicilərdən. Bəli. İri kərtiklər olan hansı idi? Törpü. Aha, müxtəlif hündürlükdə kərtiklər olan? Yeyə. Yeyədir. Xırda kərtikləri olan? Xırda və əyri xətti, suvant. Suvantdır, bəli. Biz deyirik ki, yəni tablandırılmış metal tircikdir deyirik. Tablandırma nədir? Bir dəqiqə, 30 və 50 dərəcə Selsidə böhrandır da, elə bil ki, sürətlə soymaq və istilətmədə. Məqsəd poladın bərkiliyini və möhkəmliyini artırmaq. Aha, tablandırma necə bir emal növüdür? Termiki emal növüdür. Termiki emal növüdür. Yaxşı. Müxtəlif əyri xətli səthlərin emalını istifadə edirik. Müxtəlif əyri xətli səthlərin emalında istifadə edirik, yeyəni. Yeyəni? Yeyə deyil, yox. Yox. Törpünü. Törpü. Bəs desəm ki, sadəcə əyri xətlərin emalında istifadə edirik? Sadəcə əyri xətlərin emalında suvantdan. Suvantdan bəli istifadə edirik. Yaxşı, bərk oduncağın emalında? Bəli. Bərk oduncağın emalında istifadə edirik? Yeyədən. Yeyədən istifadə edirdik. Bəs emal payını, çıxıntıları emal edirik? Törpüdən. Aha, törpüdən istifadə edirdik. Yeyən hissələri? Yeyənin hissələri? Daban, tircik, kərtik, uc hissə. Yeyən hissələr o deyil. Ardıcıl saysanız daha yaxşı yadınızda qalır. Məsələn, hardan başlayırıq? Dəstəkdən başlayın. Daban, üzük, kərtik, tircik, uc hissə. Ardıcıl saymağı bacaraq. Dəstək, üzük, daban, tircik. Tircik sözü K ilə bitirdək. Kərtik, uc hissə. Kərtik, uc hissə. Kərtik, bəli, uc hissə. Tircik, kərtik, uc hissə idi. Yaxşı, bəs tərtibat nə idi? Tərtibat dediniz müəllim. Aha.
işlərin elə bil ki, işimizi yüngülləşdirən ləvazimat və qurğudur. Və ya qurğu idi, bəli. Biz oduncağı nəyə görə bəs yonuruq? Onu əyri xətlərdən da elə bil hamarlayırıq da elə çıxıntılardan təmizləyirik. Yəni düz, hamar olması üçün bəli, biz oduncağı yonuruq ki, o düz olsun, hamar olsun. Bəs yonmaq üçün hansı alətlərdən istifadə edirik? Yonmaq üçün şerxə bir rəndə füqan. Rəndə fuqandır, bəli. Bütün bu yonucu alətlərimiz hansı hissələrdən ibarətdir? Taxtadan, metal qəlibdən, pazdan, bıçaq, paz, qəlib və dəstəkdən. 4 hissəsi vardı, bəli. Deməli, qəlib, bıçaq, paz və dəstəkdən ibarətdir. Qəlib, paz, dəstək. Qəlib, bıçaq, paz, dəstək. Və bu qəlib hansı materialdan olur? Qəlibimiz hansı materialdan? Bərk materialdır. Poladdan olur, bərk materialdır. Demirəm hansı metaldan olur. Deyirəm hansı materialdan olur? Plastikdənmi, taxtadanmı, metaldanmı? Metaldan. Yalnız metaldan olur qəlibimiz. Qəlibimiz taxta və ya metaldan olur. Bəli, taxtadan da ola bilər, metaldan da ola bilər. Yaxşı. Bəs yonqarqıran olan bıçağın hissələri? Yonqarqıran olan bıçaqdır, boltdur, bıçağın kəsici. Yonqarqıran olan bıçağıdır, yonqarqıran özüdür, boltdur, bir də bıçağın kəsici tiyəsidir. Bıçaq, yonqarqıran, bolt, tiyə. Yaxşı. Bəs deyin görün mənə, biz rəndə ilə işləyəndə necə işləyirik? Necə tuturuq rəndəni? Sağ əl arxada, sol əl öndə, qabaqda. Öndə olur. Sonra nə edirik? Tutandan sonra nə edirik? Onu yonuruq da əks istiqamətə. Yox, əks istiqamətə yonmuruq. Yəni biz deməli sağ əllə arxa hissədən tutduq, sol əllə ön hissədən tuturuq. Onu qoyuruq hara? Emal olunacaq pəstahanın üzərinə qoyuruq. İrəli itələrik ki, yəni irəli. Bəli. Yəni biz rəndəmizi tutmasaq, daha sonra onu ardıcıl belini var ya, kurikulumda ardıcıl düşünmə. Yəni ardıcıl olaraq düşünün də. Yəni biz rəndəmizi tutmasaq, onu pəstahanın üzərinə qoymasaq, irəli itələməsək, yonmamızı edə bilərik? Xeyr. Və bu iş prosesində də deməli işin əvvəlində deyirik ön hissəsini sıxırıq. Nəyin ön hissəsini sıxırıq biz? Yonmanın qəlibin, bəli, qəlibin ön hissəsini sıxırıq. Bəs sonda isə arxa hissəsini sıxırıq. Sonda isə bəli, arxa hissəsini sıxırıq. Bu bizim işimizin prosesidir. Yəni bunu ardıcıl olaraq öyrənsək daha yaxşı olar. Məsələn, rəndə ilə iş prinsipi deyəndə ağlınıza gəlsin ki, ilk öncə bunlar gəlsin və yenə deyirəm, ardıcıl olaraq bir hərəkət tamamlanır, sonra digərini edirik. Yəni birinci hərəkətimizi tamamlamasaq, ikincini edə bilmərik. Yəni rəndə ilə iş bax elədir. Yəni biz rəndəni sağ əllə arxa, sol əllə önü tutmasaq, daha sonra rəndəni materialın üzərinə qoymasaq və irəli itələməsək, bizim iş prosesimiz getməz. Və bir dod var ki, deməli işin əvvəlində qəlibin ön hissəsini, işin sonunda isə arxa hissəsini inirdik, sıxırdıq. Daha sonra deyirdik ki, biz tilişkələr əmələ gələrsə nə edirik? Tilişkələr əmələ gələndə onu əks istiqamətə yonurduq da. Əks istiqamətdə yonurduq. Yaxşı, bəs biz əks istiqamətdə yonmaq üçün rəndəmizi necə hərəkət elətdirirdik? Videoda. Yox, nə edirdik? Deyirdik ki, onu emal olunan səthin üzərinə bax, biz belə istiqamətdə yonuruq. Yonan zaman baxırıq ki, orada tilişkələr var. Mən onu belə çevirib rəndəni əks istiqamətdə yonmaq istəyirəmsə, nə edirəm? Rəndəni qaldırıram emal olunan səthin üzərinə. Ondan sonra yəni çevirib belə deyək də, yəni işimizi yerinə yetiririk. Yəni rəndəni qaldırırıq, elə davam edirik. Yəni o bizim ardıcıllığımızda da var. Deyirdik ki, rəndəni əks istiqamətdə hərəkət etdirmək üçün məmulatın pəstahın üzərinə qaldırırıq. Bəli, qaldırırıq. Yaxşı, dülgər alətlərini, yonqar qırıntılarından nə ilə təmizləyirik? Taxta pazın köməyi ilə. Taxta pazın. Bəs iş yerindəki yonqarı? Fırça ilə. Fırça ilə təmizləyirik. Dülgər alətlərini versakın üzərinə necə qoyuruq?
Dülgər alətlərini verstakın üzərinə yan üstə. Yan üstə qoyuruq. Bəs mişarı necə qoyuruq? Bıçqını belə deyək. Bıçqını verstakın üzərinə necə qoyuruq? Bıçqını, onu bilmirəm. Bıçqını isə, bax bıçqının dişləri var da, dişlərini necə qoyuruq? Bizdən kənarda olmaqla qoyuruq. Bıçqını bizdən kənarda olmaqla qoyuruq. Dülgər alətlərini yanı üstə qoyuruq. Daha sonra hələ biri də var. İndi ona keçəndə ona deyəcəm sizə. Sual cavabda gəlsin deyəcəm. Onun da qoyulma qaydası var. Yəni təhlükəsiz qaydalarında ona diqqət eləyin həmişə ki, yəni məsələn bıçqı verstakın üzərinə necə qoyulur, dülgər alətləri necə qoyulur, ona diqqət edirsiniz. Yaxşı, bəs burğulama nə idi? Burğulama deşiyin açılma prosesidir. Deşiklərin neçə növ var? Bir tərəfi açıq, iki tərəfi açıq. İki tərəfi açıqlar 15 idi, bir tərəfi açıq olanlar 12 diametri. İki tərəfi açıq olan 15, bir tərəf düz dedim, mənim yoxsa qatışdırdım. Nəyin diametri? Deşiklərin. Deşiklərin, hə, o diametri deyirsiniz, hə, 12, 15, bəli. İki tərəfi açıq 12-dir, bir tərəfi açıq 15-dir. O qədər əslində önəmli deyil, yəni o diametrlər. Əsas odur ki, yəni bilin ki, hə, iki tərəf açıq deşiklər detal boyu açılır, bir tərəf açıq deşiklər müəyyən dərinlikdə açılır və həmin deşiklər nə formasında olur? Dairəvi olur. Dairəvi, sonra çox zaman dairəvi olur, amma bir çox növləri də var. Bir çox növləri var. Onların düz bucaqlı olur, dairəvi olur, oval olur, kvadrat olur, altı bucaqlı olur. Və s. Bəs burğuların hansı növləri var? Spiral var, mərkəz var, şinik var, qaşıq var. Qaşıq var. Ən geniş yayılanı? Spiral var. Spiral şəkli. Bəs müxtəlif materiallardan istifadə edirik? Bəli. Müxtəlif materiallarda hansı burğudan istifadə edirik? Mərkəz var idi. Yox. Spiral var. Yox, spiral var idi. Spiral var idi. Bəli. Burğunun işlək hissəsində nə olur? Təpəsi, tili. Yox, burğunun işlək hissəsində nə olur? İki əsas kəsən və iki spiralvari til olur. İki əsas til. Kəsən və iki spiralvari til olur. Bəli. Yaxşı. Bəs burğunun quyruq hissəsi nə üçündür? Burğu dərsini yaxşı mənim işləməmişəm. Eləmi? Yaxşı. Digər müəllimlərimizdən ona sual verim. Yenə də vaxtımız qalarsa qayıdarıq. Aha. Başqa kimə sual verin müəllimlər? Başqa kim sual cavabda iştirak etmək istəyir? Arzu müəllim, iştirak etmək istəyirsiniz? Buyurun müəllimə, buyurun. Müəllimə mənə də verin. Axşamınız İradə müəllimə. Axşamınız xeyir müəllim. İradə müəllimə. Ora mənə verirsiniz. Yaxşı, oldu müəllim. Hə, Arzu müəllimə, deyin görün mənə. Dedik ki, burğunun quyruq hissəsi nə üçündür? Burğunun quyruq hissəsi patrona birləşdirmək üçündür, müəllimə. Aha, bəli. Deməli, əl drelimiz vardı, bir də mexaniki drelimiz vardı. Əl drelinin və mexaniki drelinin fərqli hissəsi var idi, onları bir-birindən fərqləndirən. Hansı hissə idi o? Tutma dəstəyi. Tutma dəstəyi. Bəli, tutma dəstəyinin olması idi. Bir də nə var idi? Mexaniki dreldə başqa nə var idi? Mexaniki dreldə bax, əl drelində müəllimə 4 hissədən ibarətdir. Əl dreli 4 hissədən ibarətdir. Dayaqdan, fırlatma dəstəyindən, burğudan, bir də patrondan. Burğu, bəli, patron. Bir də patrondan. 4 hissədən ibarətdir.
Amma mexaniki əl dreli 5 hissədən ibarətdir. Orada bir dənə fərq onların nədir? Tutma dəstəyinin artıq olmasındadır da. Birində artıqdır. Bir də bir hissəmiz var ki, Bir də tərkibində mexanizmi də onların dişli deməyək müəllimlər, Zülfiyə müəllimə deməyək, müəllimə cavablandırsın. Hə. Deməli, mexaniki Yerdən drellər deməyin, mən özüm onsuz da karxacam müəllimələr. Siz deməyin. yaxşı. Hə, Arzulanma deyin. Buyurun müəllimə. Hə, deməli nə oldu? Dəstəkdən patrona ötürən dişli mexanizmin olması idi bir fərqi də. Dişli mexanizmin olmasıdır, bəli. İndi keçirik burğulamamızın yerinə yetirilməsinə. Biz burğulamadan əvvəl nə edirik? Burğulamadan əvvəl pəstağın üzərində açılacaq deşiklərin yerlərini nişanlayırıq da, karandaşla bizlə. Bizlə nişanlayırıq. Sonra nə edirik? Sonra burğunu pəstağın səthindən qeyd olunmuş nöqtəyə düz bucaq altında yerləşdiririk. Aha, sonra sol əlin ovcu ilə dreli dayağa möhkəm sıxırıq. Sağ əli ilə də dəstəyi saat əqrəb istiqamətində fırladırıq. Aha, bəli, sol əlin ovcu ilə drelin dayağını sıxırıq. Dəstəyi isə sağ əlinə saat əqrəb istiqamətində fırladırıq. Sağ əlin saat əqrəb istiqamətində fırladırıq. Aha, bəli. Yaxşı, bəs deyirdi oduncağın sınıb qopmaması üçün biz nə etməliydik? Yəni oduncağımız sınmasın, qopmasın deyə. Dayağa olan təzyiqi azaltmalıyıq da. Aha, hansı Düzdürəm deşiklərin müəllimə. açılmasında? Dayağa olan təzyiqi azaltmalıyıq. Bəli, hansı deşiklərin açılmasında? Hansı deşiklərin açılmasında? İki tərəfi açıq deşiklərin açılmasında. Bəli, açıq deşiklərin açılmasında biz işimizin sonunda dayağa təzyiqi azaldırıq ki, neynəsin? Bizim pəstahımız, oduncağımız sınıb qopmasın. Bəli, sınıb qopmasın deyə azaldırıq. Yaxşı. Bəs biz pəstahın altına bəzən taxta qoyuruq. Bunu nə üçün qoyuruq? Taxtanı ona görə qoyuruq ki, o verstakın üzəri zədələnməsin də. Üzəri yox, qapağı zədələnməsin. Bir də qapağı zədələnməsin. Bir də səbəb vardı. O nə idi? Bir də deşiklər hamar alınsın da. Onu deşiklər hamar alınsın. Verstakın qapağı zədələnməməkdən ötəri. Taxtanı qoyduq. Onu harda bərkidirik? Verstakın sıxacında. Verstakın, yox, vitli sıxacı ilə hara bərkidirik? Verstaka bərkidirik. Vitli sıxacı ilə bərkidirik biz onu. Bəli, və deşiklərimiz hamar alınır, verstakın qapağı zədələnmir. Yaxşı, bayaq dedik ki, dülgər alətlərini verstakın üzərinə necə qoyuruq? Yan üstə. Aha, bəs bıçqını verstakın üzərinə necə qoyduq? Yan üstə. Bıçqını da dişləri kənara tərəfdə, bizə tərəf yox, kənara tərəf. Özümüzdən kənara. Bəs əl və ya mexaniki əl drelini necə qoyuruq verstakın üzərinə? Drelin uzunluqlarını aşağı tərəfə. Aşağı yox. Səsi bağlayaq müəllimlər. Yox, aşağı yox. Özümüzdən qabağa olmaqla yönəldib qoyuruq burğusunu. Baxın, bıçqının bizim üçün təhlükəli olan hissəsi dişləridir. Elə bir verstakın üzərinə qoyuruqsa bunu biz, yönü o tərəfə də bizdən qabaq tərəfə qoyuruq da özümüzə tərəf, ör tərəfə qoya bilmərik. Bəli, bəli, burğusunu qabağa olmaqla qoyuruq, bəli. Yəni bıçqını deyiriksə bizim üçün təhlükəli dişləridir. Dişlərini qabağa yönəltməklə qoyuruq da, irəli qoyuruq, belə deyək. Dülgər alətlərini yan üstə qoyuruq. Amma əl drelini, mexaniki əl drelini isə bunun burğusu bizim üçün təhlükəli olduğuna görə, bəli, özümüzdən qabaq tərəfə. Bəli, özümüzdən qabağa yönəltməklə qoyuruq burğusunu. Yaxşı, iş yerindəki yonqarı nə ilə təmizlədik? İş yerindəki yonqarı taxta pazın köməyi ilə. İş yerindəki? Yox, fırça ilə, fırça. Aha, dülgər alətlərini yonqar qırıntılarından nə ilə təmizlədik? Dülgər alətlərini taxta pazın köməyi ilə. Aha, bəs biz oduncaqları birləşdirmək üçün nədən istifadə edirik? Oduncaqları birləşdirmək üçün mismardan, şurupdan, bir də yapışqandan istifadə edirik. Yapışqandan, bəli. Mismar hansı hissədən ibarətdir?
Mismar. Mismar başlıqdan, mildən, bir də uc hissədən ibarətdir. Aha, şurup hansı hissədən ibarətdir? Şurup da başlıqdan vinç şəkilli gövdəsi vinç şəkillidir, müəllimə, bir ucluqdan da şurup. Şurup da Elə deyil. başlıqdan və vinç şəkilli mildən ibarətdir. Bəli, bir də Mildən, uc hissədən ucluqdan ibarət. Bəli. Uc hissədən. Yaxşı. Bəs şuruplar hansı başlığına görə növləri var idi şurupların? Şuruplar mismarlar başlıqlarına görə diametri bir-birindən fərqlənir. Yox, mismarlar başlıqlarına görə bir-birlərindən fərqlənir. Amma şuruplar diametrlərinə görə bir-birlərindən fərqlənir. Hə, şurupların başlığına görə hansı növləri var? Başlığına görə üç növü var da şurupların. Yarım dairəvi, gizli, bir də yarım gizli. Yarım gizlidir. Düz demədim müəllimə? Doğrudur, bəli. Yaxşı. Bəs biz mismarı vurarkən dedik ki, əl çəkicin başlığından nə qədər məsafədə olmalıdır? 20-30 millimetr. 20-30 millimetrdir, bəli. Bəs biz mismarı vurarkən bizim mismar əylərsə necə edirik onu? İş prosesini necə davam elətdiririk? Onu müəllimə, o mismar çıxardan şurupla belə çəkicilər var. Uc tərəfi belə, burun tərəfi iki xətli belə. Onunla çəkib çıxardırıq. Sonra əyrilərini düzəldib vura da bilərik onu. İstəsək vurmaya da bilərik də, təzə mismardan da istifadə edə bilərik. Ya da kəlbətinlə çıxarda bilərik, yastağız kəlbətinlə. Bəli, mismarımız əyilibsə, biz onu çəkicin başlığındakı yarığın vasitəsilə və yaxud da ki, kəlbətin vasitəsilə çıxarda bilərik. Köməklə çıxarda bilərik. Daha sonra, bəs əgər biz mismarı vurarkən digər tərəfdən çıxıbsa, mismar digər tərəfdən çıxırsa? Şəhər müəllimə, əgər vururuqsa arxa tərəfdən çıxır da, mismarlar olur elə birdən taxtazad vuranda görürsən ki, arxa tərəfdən çıxdı mismar. Onda nə edirik? Həll yolumuz nə idi? Onda hər yolumuz onda onu sağanaqlarda düzəldirik də onu müəllimə. Nə dediniz müəllimə? Sağanaqda düzəldirik də yəqin ki onu. Müəllimə, ödənişsiz qrupun müəllimlərini sualca bilirsiniz, qrupda axşamınız xeyir. Bəli, hal-hazırda olan müəllimlər ödənişsiz qrupumuzdur. Bəli, müəllimə. Sağanaqda düzəldirik müəllimə, onu təzədən bir də qaytarırıq, vururuq. Düz demirəm müəllimə. Onu sağanaqda əyib, bəli, qaytarıb həmin pəs daha oduncağa vururuq ki, bu da görülən işin möhkəmliyini, etibarlılığını artırırdı. Etibarlılığını artırır, hə. Aha, bəli. Yaxşı. Bəs yapışqanların hansı növləri var idi? Yapışqanlar da iki cür olur. Sintetik, təbii, bir də sintetik olur. Aha. Təbii yapışqanlar sintetik yapışqanlar, PVA yapışqanı sintetikdir müəllimə. Orada PVA yapışqanı sintetikdir, xarratdır, kazeindir. Xarratla kazein də təbii yapışqanlardır. Xarrat, kazein təbiidir. Hər ikisi təbiidir. Kazein təbiidir, xarratla kazein təbiidir. Belə deyim, kitabımızda onların heç təbii olması haqqında heç bir məlumat yoxdur. Əgər zoom atarsa yenidən zəng edəcəm müəllimlər. Yəni ki... Yoxdur, amma müəllimə, bir dəqiqə testlərdə hamma baxırsan ki, testlərin hamısında təbii yazılır kazeinlə xarrat. Onu hazırlayan təlimçilər yazırlar, belə deyək də. Amma ki, onlar rəsmi belə axtarış edib özünüz də baxa bilərsiniz də. Yəni, hal-hazırda hamının əlinin altında, yəni internet axtarışlar. Yəni, necə ki, hansısa bir məhsulun təbiisi də olur, sünnisi də olur, sintetiki də olur. Onun kimi hal-hazırda kazeindir, xarrat yapışqanlarının həm təbiisi var, həm də sintetik yapışqanları var. Yəni, hal-hazırda hər iki növü mövcuddur. Bu dəqiqə müəllimə heylədir, amma bütün materiallarda heylədir. Həm təbiisi var, həm
Bəli, yəni Sünnisi ki, var. həmin bu Ona görə hamısı yapışqanların qarışıqdır. həm İndi təbiisi bilmirik var, də bizə bəli, nə həm də dərs verəcək. sünnisi. Yəni ümumi bizə kitabımızda da, yəni testlərdə bilirəm qarşılaşırsınız, ona görə sual verdim. Testlərdə qarşılaşırsınız, məsələn götürürsünüz ki, kazein və yaxud xarrat, elə deyilmi? Amma yəni o kitabda Bəli. haqqında bir məlumat yoxdur ki, hə, bu yapışqanlar təbiidir. Hə, deyir, PVA yapışqanı deyir, sintetik PVA yapışqanı. Bu o demək deyil ki, xarakterinin kazein də təbiidir, yəni. Əslində elə deyil. Yəni araşdırma edərsiniz dərsdən sonra, yəni bölüşərsiniz fikirlərinizi də qrupda elə mənim üçün də faydalı olar. Yəni mən özüm etmişəm, yəni Yaxşı, həm olmalı. təbiisi var, həm də sintetiki var. İndi yenə özünüz də yəni dəqiq əmin olmaq üçün araşdırma edə bilərsiniz. Yaxşı, PVA Amma yapışqanı- testlərdə yəqin ki, düşəcək də müəllim onlar. Bizə. Yox, testlərdə yenə deyirəm. Bizim Onlar haqqında nəsə. imtahanda təlimçilər hazırlaya bilərlər. Amma imtahanda o düşə bilməz axı. Yəni düşsə də əlavə məlumat olaraq düşəcək. Yəni yenə deyirəm, araşdırma edib baxa bilərsiniz. Həm təbii kazein xarat yapışqanları var, həm sintetik xarat kazein yapışqanları var. Yaxşı müəllim. Aha, PVA yapışqanı necə olurdu? PVA yapışqanı qatı maye şəklindədir, ağ rəngdə. Aha, bəli. Yaxşı. Bəs metallar neçə yerə bölünür? Metallar iki yerə bölünür müəllimə. Əlvan metallar və də qara metallar. Qara metal. Əlvan metallar, qara metallar poladdır, çuqundur, manqandır. Əlvan metallarda misdir, alüminiumdur, qurğuşundur, latundur, Bəli. sonra Və s. qızıl, gümüş, Belə, həm saitdir. bu sairə, hə. Çoxdur növləri. kitabda verilənlər bunlardır da bizim üçün müəllimə. Bəli. Yaxşı. Bəs nazik təbəqə metal nəyə deyilirdi? Nazik təbəqə metal müəllimə qalınlığı sort prokat təzgahlarında alınan Qalınlığı nə qədər olur? nazik vərəqlərə deyirlər də, qalınlığı 2 mm-ə qədər olan. Sort prokat sözü yoxdur, yox orada. Qalınlığı 2 mm-ə qədər Elə. olan elə metal vərəqlərə bəli biz nazik təbəqə Metal metal vərəqlərə deyirik. deyilir. Aha, bəli. Yaxşı. Bəs bu nazik təbəqə metal nədən hazırlanır? Nazik təbəqə metal poladdan hazırlanır da müəllimə. Elə hamısından polad, alüminium, mis, laton, alüminium, yəni müxtəlif metallardan hazırlana bilər. Metallardan alınır. Elə metal var da o sözdə müəllimə, mən də karıxdım Bəli, valla. nazik təbəqə metala deyirdik deyilir. Aha. Bəli. Yaxşı, bəs tənəkə nəyə deyilirdi? Tənəkə də qalınlığı 0,2 mm-dən 0,5 mm-ə qədər olan polad təbəqələrə deyirlər də müəllimə. Bəli, nazik təbəqəli polada deyilirdi. Obrisindən deyirdik metal vərəqlərə deyilir. Burada isə nazik təbəqəli polada deyilirdi. Nazik təbəqəli polada deyirlər. Bəli. Tənəkənin hansı növləri var idi? Tənəkənin 3 növü var da. Ağ tənəkə, qara tənəkə, bir də sinklənmiş tənəkə. Aha, bəli. Konserv bankalarının hazırlanmasında istifadə edirik. Ağ tənəkədən. Ağ tənəkədən. Örtüyü olmayan tənəkə. Örtüyü olmayan tənəkə qara tənəkədir. Yaxşı. Bəs qalay təbəqə ilə örtülmüş tənəkə? Nazik qalay təbəqə. O da sinklənmiş. Sinklənmiş. Sinklənmiş tənəkə. Bəli. Yaxşı. Yaxşı söz müəllimə yox. Yaxşı. Sonra iradə deyirdi deyəsən. İradə Cəfərov elə. Müəllimə, sizin sayənizdə. Çox sağ olun müəllimə. Yox valla, sizin sayənizdə. İnşallah imtahandan keçim, gələcəm sizə. Hə, inşallah. Bilirsiniz necədir? İnsanın özünün gərək oxumağa iradəsi də olsun, gücü olsun, özünün səbri olsun. Müəllimlər var ki, məsələn, hamı da, yəni gör nə qədər insan. Məsələn, Telegram mənim qrupumda 1000-ə yaxın insan var da. Yəni ödənişsiz dərs təşkil edə, məsələn, ora qoşulur 5 nəfər, 3 nəfər, 6 nəfər, elə deyilmi? Amma hər kəsin ehtiyacı var o dərsə. Məsələn, yeri gələndə ödənişli bəli. Bilirsən, orada müəllimlərin nə qədər ehtiyacı var o testləri yazmağa. Çox dəhşət. Belə özümdən götürürəm də. Mən özüm bax, o Allah haqqı müəllimə, o indi demək şey olmasın. Mən sizin sayənizdə elə bir ki, irəli getmişəm. Mən uşaqlar bizdə oxumurlar ümumiyyətlə bu fənni heç istəmirlər, sevmirlər.
Bəli, elə olur. Ən çox da Ona görə qalıram belə. Bizim şagirdlər demək olar ki, bəli, yenə 7-lər biraz oxuyur, 8-lər Heç istəmirlər. 8-9-cu siniflər heç istəmirlər. Yenə 6-nı, 7-ni məcbur adam öyrədir. Amma o biri siniflər heç, böyük siniflər heç sevmirlər. Bəli. Ona görə də biraz fəndən adam uzaqlaşır. Dərs vaxtı sizin də vaxtınızı alıram. Amma yenə də o Allah sizin köməyiniz olsun. Sizi Allah xoşbəxt eləsin müəllimə. Yaxşı ki sizi tanıdım. Sizi gördüm. Məni elə ki məcbur elədiniz. Sən gir bu teleqrama burada işlə. Evdə də deyirəm, uşaqlarıma da, yoldaşıma da həmişə deyirəm ki, Röyalı müəllimənin hesabına gedirəm mən irəli. Yoxsa mən elə bax, elə bəlkə də kəsilib çıxanlardan birinci mən olacaqdım orada. Yaxşı olar. Hələ bilmirəm, yenə olacam yenə də. Yaxşı olar. İnanıram. Amma siz davamlı işləyin ora görə. Özümdə bir... Yox, işte elə vaxtım da olmur müəllimə. Vaxtım olmur. Evdə yoldaşım üstünüzə Keçən həftə keçməmişdiniz, ödənişsiz dərsi. Keçən həftə yox, bu həftə keçdim. Keçən həftə olmadı. Mən də sizinlə xoşlayıram. Necə? Bir də mənə maraq gələn bilirsiniz nədir müəllim? Xəttlər. Xəttlər də, o testlərdə 4-ü götürürük. Xəttlərdə ikisi bütöv nazikdə axı. Keçən dəfə də sual vermişdim sizə. Test dedim axı, təlimçilərin testində görə bilərsiniz 5 olaraq, amma xəttlərin 4 növü var. Baxı 4-ü götürürük, səhv çıxır ondan ötəyə testlərdə. Təlimçilərin testindədir, çıxa bilər. Məsələn, mənim də hazırladığım elə bir test ola bilər ki, məsələn, quizi hazırlayaram, 5 il əvvəl hazırladığım quizi ataram sizə, 5 çıxa bilər. Amma yəni mix sual olub bu sual, yenə deyirəm, 5 götürüblər, 4 çıxıb. Yəni real olanı deyirəm də sizin üçün. 4-dür. Yəni hansısa bir sınaq testini işləyəndə ola bilər, amma siz bilin ki, xəttlərin 4 növü var. Məsələn, biz sizin qarşınızda sual çıxanda necə çıxır? Deyir ki, simmetriya oxu hansı xəttlə göstərilir çertyojda? Yəni o da göstərilir hansı? Məsələn, ştrix nöqtəli. Məsələn, deyirik ki, detalın konturu. Kontur xətt deyir ki, o detalın konturudur. Detalın konturu hansı xəttlə göstərilir? Xəttimiz nə oldu? Bütöv əsas. Demək, bizim xəttimiz bütöv əsas. Yəni, məntiqlə düşünəndə belədir. Yenə deyirəm, təlimçilərin testinə görə bilərsiniz, ola bilər. Və yaxud da, nə bilim, testdə ola bilər. Kitabın özü də 5 dənə verir də, ona görə adam biraz onda qalır. Yəni, orada demir ki, bu onun növüdür. Orada sadəcə verir ki, hə, detalımızın konturu nə ilə, hansı xəttlə göstərilir? Bütöv əsas. Məsələn, çıxarılan, demir, çıxarılan xətti deyir. Bu çıxarılan hansı ilə göstərilir? Bütöv nazik. Məsələn, deyir, ölçü göstərən nə ilə göstərilir, hansı xəttlə göstərilir? Yəni, bu ölçünü göstərən xətt. Necə? Miqdə düşüb bu sual. Bəli, miqdə də düşüb. Yəni, deyir ki, burada, bizim çertyojumuzda ölçünü hansı xəttlə göstəririk? Yəni, ölçü göstərən xəttin adı deyir. Deyir ki, ölçünü hansı ilə göstəririk? Bütöv naziklə göstəririk, bəli. Detalın konturunu hansı xəttlə göstəririk? Bütöv əsas xəttlə göstəririk, bəli. Məsələn, biz daha sonra dəliyin görünməyən konturunu hansı xəttlə göstəririk? Ştrixli. Yəni, bunlar hamısı, yəni məntiqlə düşünsək, yəni yenə deyirəm, yəni bu xəttlərimiz bizim, bəli, mötərizənin içərisində olandır. Yəni, bizə suallar belə qurulur. Demir, məsələn, bütöv əsas hansı xəttlə göstərilir? Detalın konturu. Heç belə bir sualla rastlaşmısınız? Detalın konturu nə ilə göstərilir? Bütöv əsas. Elə bir sual yoxdur axı. Məsələn, ştrix nöqtəli nə ilə göstərilir? Heç elə bir sualla rastlaşmısınız? Yox. Aha. Mən o gün bilmirəm, tez işdirdim, 4-ü seçdim, səhv çıxdı. Bir çox testlərdə qarşınıza çıxa biləcək. Mən keçən dəfə dedim, bəli. Bir çox testlərdə, təlimçilərin testlərində qarşınıza çıxa bilər. 5 olaraq çıxa bilər, amma 5 deyil, 4-dür. Yaxşı, İradə müəllimə. Olur müəllimə, yenə suallar olur. İradə müəllimə, deyin görün mənə. Bəli, bəli. Vaxtınızı alın, İradə müəllimin vaxtına girdik. Üzürlü sayın. İradə müəllimənin vaxtına. Çox yaxşı, sağ olun müəllimə. Bərk və ağır metal hansı idi? Polad. Polad nədən